Sabahınız xeyir olsun. 4 Mart 2026-cı il tarixidir. Mart ayının ilk həftəsinin ilk 3-cü çərşənbə günüdür. Ramazan ayının 14-cü günüdür. Ramazan ayının bu 14-cü günündə də kimlər niyyət edib oruç tutmuşlar, hər birinin etdikləri niyyət, tutduqları oruç qəbul olunsun. Amin inşallah. Bugün hər birimizə can sağlığı, gözəl, ruzi, bərəkət, halaldan gəlmiş olsun. Amin inşallah. Bununla yanaşı 4 Mart günündə kimlər işləri arxasınca gedir, iş yerlərində işləri ilə məşğuldurlar, çörəklərini qazanırlar, kimlər evdə ev işləri ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı, bol ruzi, bərəkət arzu edirəm. 4 Mart günündə təhsili ilə məşğul olan məktəblilərə, orta ixtisas, ali məktəb tələbələrinə İlk növbədə can sağlığı, zehin açıqlığı, iş avadlığı arzularım. Qarşılarına qoyduqları məqsədlərə çatsınlar və həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişə bilsinlər. Bununla yanaşı 4 Mart günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm və səbir diləyirəm. Bununla yanaşı 4 Mart günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. Bütün qazilərə can sağlığı, Allahdan şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, ordumuzu salamlayıram, can sağlığı arzularım hər birinə. Bununla yanaşı 4 Mart günündə kimlər ad gününü qeyd edir, hər birinin ad gününü təbrik edirəm. Yeni yaşlarının düşərli olmasını, can sağlığı ilə hər zaman qeyd etmələrini arzularım. 4 Mart günündə də tarixi günlər vardı. 4 Mart günündə 1493-cü ildə Kristofor Kolumb yeni qitəni olan səyahətini başa vuraraq Portuqaliyaya qayıtdığı gündür. 4 Mart günündə 1791-ci ildə isə Vermont, Amerika Birləşmiş Ştatlarının 14-cü ştatı olduğu gündür. 4 Mart 1882-ci ildə İngiltərədə ilk elektrik qatarının fəaliyyətə başladığı gündür. 4 Mart 1894-cü ildə Şanxayda güclü yanğın nəticəsində mindən çox binanın külə döndüyü gündür. 4 Mart həm də demək 1966-cı ildə isə Canadian və Air Linez şirkətinə məxsus olan DC-8 sərnişin təyyarəsinin Tokyo hava limanına enərkən partlaması nəticəsində 64 nəfərin həlak olduğu gündür. 4 Mart 1903-cü ildə Beşiktaş Gimnastika klubunun yarandığı gündür. Bununla yanaşı 4 Mart 2006-cı ildə Odnoklassnik sosial şəbəkəsinin fəaliyyətə başladığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.